uşaqlar, deməli, bugün biz sizə botumuz necə işləyir, onu izah eləyəcəyik. Deməli, birinci növbədə uşaqlar keçirik M1-ə, M1 time frame-ə. Buradan isə 1 dəqiqəni seçirik uşaqlar və botdan gələn siqnalı gözləyirik. Görək, bot bizə nə göstərəcək. Deməli, uşaqlar, output-da bizə uşaqlar siqnal var. Deməli, keçək buradan. Output seçək uşaqlar. Output seçdik uşaqlar. Yuxarı əməliyyat açacağıq. 34 saniyəmiz qalıb uşaqlar. Və burada biz sizə 15:47-də göndəririk ki, bunu 15:48-də əməliyyata girin. Yəni sizin 1 dəqiqə vaxtınız olur. Ona görə bunu da nəzərdən qaçırtmayın. Deməli 21 saniyəmiz qalıb. Uşaqlar, əməliyyata necə gedirik? Əməliyyatımız belə deyək. Son 1 saniyə qalmış əməliyyata daxil olmaq lazımdır. Yəni şamın bitməsini gözləmək lazımdır. Və son saniyələr uşaqlar 3, 2, əməliyyata keçid etdik. İnşallah bu əməliyyatımız uğursuz olarsa, növbəti əməliyyata biz əlavə edirik. Balansımızı martingerdən istifadə edərək görəcəyik. Əgər bu əməliyyat uğursuz olsa uşaqlar, bir daha yuxarı martingerdən istifadə edirik. Əməliyyat açırıq uşaqlar. Biz bunu sizə deməmiş, bunu etməz. Bu əməliyyatınız da uğursuz olsa, gözləyirik növbəti əməliyyatı. Və yaxud da ki, bu əməliyyat uğurlu olsa, bir daha növbəti əməliyyatı gözləyirik. Aydındır. Və nəzərinizə bir şey də çatdırmaq istəyirəm. Əgər açdığınız 2 əməliyyat uğursuz olsa, növbəti siqnalı gözləyirsiniz və növbəti əməliyyata uşaqlar istərsəniz martingerdən istifadə edin, istərsəniz fix ticarət edin. Çünki bizim günlük nəticəmiz 80% olur. Yəni biz 4-5 əməliyyat paylaşırıqsa, onun 3-ü rahat şəkildə plus olur, 1-i minus olur. Ona görə martingerdən rahat şəkildə istifadə edə bilərsiniz. Gözləyək uşaqlar. Son 12 saniyə əgər əməliyyatımız uğursuz olsa, bir daha yuxarı əməliyyat açacağıq. Son saniyədir. Martingerdən istifadə etdik. Uşaqlar bir daha yuxarı əməliyyat açılır. Görək, gözləyin bu necə olacaq. Bu əməliyyat gedə-gedə uşaqlar, yəni sizə bir şey də izah edeyim. Biz sizə bunu burada göndərmişik 15:48-də əməliyyata göndərmişik ki, bu əməliyyata girin. Yəni biz bunu sizə göndərəndə 15:47 olacaq ki, siz 15:48-də 1 dəqiqə vaxtınız olsun ki, gedib əməliyyata girə biləsiniz. Gördüyünüz kimi uşaqlar martingerdən istifadə etdik. Hal-hazırda plusluyuq, xeyirliyik, görək nə baş verəcək. Və bu əməliyyatımız uğurlu uğursuz oldu, fərqi yoxdur. Gözləyirik botun növbəti siqnalını. Aydındır uşaqlar. Və çox güman bu əməliyyatımız bizim plus olacaq. Son 3 saniyə, 2, əməliyyatımız plusla bağlandı uşaqlar. Bu şəkildə əməliyyatları giririk və uğurumuzu qazanırıq. Oldu uşaqlar, özünüzə müğayət olun, əsl sağlam olun, sağlam qalın, Allah'a əmanət.